Məndə əslində fistul problemidir. Mən Moskva şəhərində yaşayıram. Orada bütün analizləri keçdim. Həkim xoşuma gəlmədi, etibarım olmadı. Oradan getdim Türkiyə. Türkiyənin Antalya şəhərinə. Və orada əməliyyat oldum. Əməliyyatın üstündən bir 6 ay keçdi. Heç bir, yəni həmin ilin yenə gəlirdi. Instagramda anar doktoru tapdım. Otuzlarını oxudum. Bütün pasientlərin necə sağaldığını gördüm. İyi yaxınlaşdım anar doktora. Yazdım Instagramda. Məni qəbul elədilər, sağ olsunlar. Gəldim bura. Demək, pasientimiz bizə müraciətdə anal bölgədə fistul alt istiqamətində təxminən 4 sm yaxın bir fistul var. Deməsinə görə 6 ay öncə Türkiyədə əməliyyat olunub. Göğüs əməliyyat edilir, fistul yolunu tapmışıq. Böyük bir fistuldur. Hər sfinkterin içərisindən daxil olub. Bu fistul əməliyyatlarında ən effektiv üsul ilmək üsulu sayılır. İlmək üsulu olunmamışdır. Ona görə qısa bir müddətdə təkrarlanma verib. Artıq daxili dəlik tapıb, arxa divarın plastikası, yəni felik janı aşağı indiririk. Əməliyyatımız uğurludur, şükürlər olsun. Heç bir zədələnməsi yoxdur. Fistul yolunu tam ayırmışıq. Özünü rahat hiss edir. Rusiyada yaşayır. Bizi seçir. Yəni harda olmasından asılı olmayaraq, harda yapılmasından asılı olmayaraq yenə şükürlər olsun ki, Azərbaycan həkimi öndədir. Elə deyir qardaş. Yəni dünyada bir nömrədir Azərbaycan həkimi. Təsdiqləyirsən bunu? Harada getsən, harada yaşasan, sonunda gəlirsən Azərbaycanımıza və bizim həkimlərimizə. Allah şəfanı versin. Əməliyyatın gözəl keçir. Artıq əməliyyatın bitdi. Gözlədiyimiz uğuru da əldə elədik. Arxa divarın tam plastikası və daxili dəliyi tam qapatdıq. İnşallah bundan sonra da problem yaşamaz. HCC Clinical Hospital. Sağlamlığınızı bize itibar edin.